Qanuni oğru Arif Sumqayıtskinin adına görə dava, 2 nəfər həbs edildi. İşğaldan azad edilmiş Cəbrayılda qanuni oğru Arif Sumqayıtskinin adı üzərində dava düşüb. Söz savaşı qanlı toqquşmaya çevrilib və nəticədə 2 nəfər həbs edilib. Hadisə Cəbrayılda məktəb tikintisi aparılan ərazidə baş verib. Fasad işlərində çalışan Asif işdən çıxaraq evə getmək üçün yoldan keçən bir maşına əyləşir. Maşında sürücü ilə yanaşı 2 nəfər də olur. Onlardan biri isə Rövşən Bağırovdur. Söhbət zamanı Rövşən Asifin harada yaşadığını soruşur. Asif Sumqayıtda yaşadığını deyir. Bundan sonra isə gözlənilməz bir sual verilir. Arif Sumqayıtskini tanıyırsanmı? Asif isə soyuqqanlı cavab verir. Bir Arif tanıyıram, o da şərəfsizin biridir. Bu sözlər Rövşəni hiddətləndirir və tərəflər arasında mübahisə başlayır. Mübahisə nəticəsində Rövşən Asifə yumruq vurur. Digər sərnişinlər vəziyyəti sakitləşdirsələr də Asifin qəzəbi soyumur. O tikinti sahəsinə qayıdır və Rövşəni axtarmağa başlayır. Asif tək deyil, iş yoldaşları da ona qoşulur. Nəticədə Rövşən tapılır və dava başlayır. Asif əlindəki şüşə butulka ilə Rövşənin başına vurur. İş yoldaşı Namiq isə taxta parçası ilə endirir. Hadisə nəticəsində Rövşən ağır bədən xəsarəti alır. Nəticədə Asif və Namiqə qarşı 2 ağır ittiham irəli sürülür. Xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərbə vurma və bir qrup şəxs halında qəsdən sağlamlığa ağır zərbə vurma. Məhkəmə istintaqı zamanı məlum olur ki, tərəflər barışıq əldə ediblər. Lakin buna baxmayaraq məhkəmə ağır cəza çıxarır. Asif 6 il, 6 ay, Namiq isə 6 il müddətinə azadlıqdan məhrum edilir. Adi bir söz mübahisəsi nəticəsində 2 insan illərlə azadlıqdan məhrum oldu. Belə hadisələrin təkrarlanmaması üçün hər kəs soyuqqanlı davranmalı və qanunları pozmamalıdır. Sizcə bu cür hadisələr hansı nəticələrə səbəb ola bilər? Fikirlərinizi şərh bölməsində bizimlə paylaşın. Hörmətli izləyicilər, Sumqayıta aid xəbərlərdən anında məlumat almaq istəyirsinizsə, kanalımıza abunə olun, bildiriş butonlarını açın.